Xeyir olsun, hörmətli izləyicilər. Saray qəsəbəsində 2 nömrəli məktəb var, yekə məktəb. Düz o məktəbin yanında 2 mərtəbəli ev satışa çıxarıldı. 123 min manata, paket kupçalı evdir. Nəqd satışa yararlıdır, ipotekaya da yararlıdır. Çünki kupçası var evin. Evində kupçası var, torpağında da kupçası var. Son tamamlanma işlər gedir. Mən gəldim bu vəziyyətdə sizə göstərim, indi iş gedir. Yəqin bir həftəyə 10 günə yekunlaşdıracaqlar. Siz inşallah gəlin, baxın, bəyənin, ona qədər də buradakı işlər qutaracaq. Həyətində besetkası nə qədər var, jalüz qapıdır, kaletkası da var böyründə. Sonra kanalizasiyası mərkəzidir, trapı da burada var. Həyəti də bax, belə bir həyəti var. Üstündə də kaziloku var, bax, darvazanın, jalüzün üstündə, görürsünüz. Hasarlar, ev, hamısı tarsopka, emulsiyadır, hətta qıraqlarına belə sokola, abitsovka da vurublar. Evin, bax, buradan məsafəsinə baxın. Bax, buradan məsafəsi də var, evin arxada da məsafəsi var, hər tərəfdə məsafəsi var. Bir də nə deməkdir? Pəncərələri iri pəncərələrdir, şəbəkə pəncərə, karet ürəkdə pəncərədir. Siz təsəvvür edin, yuxarıda da məhəccər qoyulacaq, aşağıya da məhəccər qoyulacaq, lap yaxşı bitdi görsənəcək. Qiymətindən narahat olmayın, qiymətində yaxşı endirim olunacaq. İndi mən nə demək istəyirəm? Bax, evin içərisinə buradan girdik. Bax, görürsünüz, bu işlər tamamlanır, yekunlaşmaq üzrədir. Qoy bir dənə bunu tez deyim. Evin birinci mərtəbəsi polu, boydan boya hamısı beton monolitdir, çünki isti poldur. 1 ilə 2-nin arası da əllə tökmə betondur. Almaturları bir dənə oradan göstərin, baxın. Bax, almaturlarla tökmə betondur, 1 ilə 2-nin arası, yəni qanuni monolitdir. Amma ikinci mərtəbələr radiatordur. Birinci mərtəbə amma isti poldur. Məsələn, bax, bu koridordur, mətbəxdir, hamam tualeti, hamısı keramikadır. Bax, görürsünüz, mətbəxidir bu. Mebel arası vurulub. İndi buradan evin arxasında sizə göstərək və yaxud dedim, evin arxasında məsafə var. Bax, bu məsafədir evin arxasında. Bunu göstərin, bunu görərsiniz. Mətbəxdir, mebel arası keramikası vurulub. İnşallah siz gələnə bu əyləşikdə işlər hamısı görüləcək. Yəni, qapı qoyulacaq, məsələn, bax, bu qonaq otağıdır. Oradan bir dənə zəhmət hamısı çəkin. Bunun yerinə qəşəng lamqat vurulacaq. Bu vəziyyətdə görməyiz, laf yaxşı oldu, yerinə baxın hal-hazırda. Bax, yeri betondur, monolitdir. Bütün birinci mərtəbə hamısı betondur. Bir də təkrar, 1 ilə 2-nin arasında monolitdir. Bax, belə. Bax, dekordur burada. Burada da TV-STT yığılacaq. Siz gələnə bu TV-STT yeri hazır olacaq. Bir dənə də oradan buranı çəkək. Bax, buradan da şəbəkə pəncərədir, görürsünüz. Hər iki tərəfində belə açılan pəncərələr var, görürsünüz. Bax, burada hər iki tərəfində belə açılan pəncərələr var. 123 manatdan yaxşı endirim, da elə-belə endirim yox, yaxşı süper endirim eləyəcək. Birinci mərtəbənin sanitar qovşağı da bir buradadır, bax. Buradadır, buradan indi yekunlaşır işlər. Siz gələnə bunlar hamısı hazır olacaq. Deməli, hamam, tualet, mətbəx, koridor, keramikadır, zalama laminat olunacaq. Zalı laminat olunacaq. Buradan da pləkanla qalxırıq 2-ci mərtəbə. İndi pləkanın hazır olana gəlib siz baxıb görəcəksiniz. Hörmətli izləyicilər, biz qalxdıq 2-ci mərtəbəyə. Buradan monolitə bir dənə diqqətlə bir də çəkin. Bax, bu gördüyünüz bu qalınlığında hamısı monolitdir. İnşallah indi siz gəlində pləkan da hazır olunacaq. Bura çıxdıq 2-ci mərtəbəyə. Bir dənə buradan ümumi bax, balkona baxaq. Gör nə hündür ərazidir. Sarayın demək olar ən hündür ərazisidir. Bu da məktəbdir, 2 nömrəli məktəb. Yaşayışın tam mərkəzindədir. Mütləq bu evi bəyənəcəksiniz. Çünki yer evdən gözəldir, ev də yerdən gözəl olacaq. Buradan sonra otaqlardır. Bir yataq otağı buradadır. Bax, görürsünüz, burada radiatorlar var, baxın. Aşağı isti polda ama yataq otaqlar hamısı radiatordur. Yenə eyni qaydada böyük pəncərələrdir. Yataq otaqlardır. Bu bir. Bu ikinci yataq otağı. Görürsünüz. Bu da növbəti, yəni üçüncü yataq otağı. Bu da növbəti otaq. Bax, bu pəncərə, bir də videoda düşdü o pəncərə. Bu pəncərə həmən o kərpici oradan sürüb pəncərəni qoyacaqlar. 3 yataq otağı da yuxarı, bu da sanitar qovşağıdır. 2-ci mərtəbənin sanitar qovşağı. Bir də izah edirəm, balkonu göstərdik də. Yox, buradan çıxan mənəm. Bax, bir də burada məhəccər vurulacaq. Bax, belə bir vəziyyətdədir. 123 min manatı həyətində besetkası nə qədər var? Yola da yaxındır, hər yerə yaxındır. Bura mərkəz yerdir. Məktəbə yaxın dedim ki, bilindir. Bura yola da yaxındır, marşruta da yaxındır. Taksilərə də, marketə də, aptekə də, hər bir şeyə yaxın ərazidə yerləşir bu ev. Mütləq gəlin bu evə baxın. Sağ olun.